Testdə Wilsons böyük hərflə başlayıbdır, S-lə cəmlənibdir. Demək bütöv ailədir. D artiklı işlənəcəkdir. İkinci tərəfdə hey istisnaların içində var. D artiklı ilə işlənir, olur E variantı. İkinci testdə nöqtələrdən əvvəl to görürəm. Adi dərəcə heç nəsiz D variantı. 3-də income gəlir deməkdir. 1-ə C, treatment müalicə, cure illness xəstəliyi müalicə etmək üçün dərmanlardan istifadə, trade-də xarakter xüsusiyyət B variantı, C, A, B, E variantı olacaqdır. 4-də last night ötən keçən deməkdir, keçmiş zamandır, last night keçən gecə, sadə keçmiş zaman D variantı. 5-ə baxın, 5 çox maraqlıdır. Biz indiyə kimi testlərdə, topluda falan da görürük ki, live left, for ya da boşluq. Həmişə belə deyirik və testlər də bu formada qurulur. Yəni bizim artıq bu live-in tərcüməsinə baxmamıza ehtiyac qalmır. Yəni variantlar elə qurulur ki, biz live-dən sonra ya for götürməli oluruq, ya boşluq. Yəni ikisi arasında qalmırıq. Amma burada bunlar arasında fərq var. Live boşluq olanda olduğun yeri tərk etmək deməkdir. Amma live for deyəndə həmin o məkana yola düşmək deməkdir. Yəni bu necə olacaq? Məsələn, 1-də boşluq versək, live Azərbaycan next year. Gələn Azərbaycanı tərk edəcək. Yəni Azərbaycanda yaşayır, Azərbaycanı tərk edəcəkdir. 2-də uğur leave for the USA he'll study there. O orada oxuyacaqdır. Deməli for olacaq. 1-ə boşluq oldu A, 2-yə olacaqdı B. Yəni ora getmək üçün yola düşür, ora yola düşür. Live-dən sonra for gəlib, məkan gəlib desəm. USA-yə getmək üçün yola düşür. 3-də də at night olacaqdır. C, A, B, C variantı A olur. Passiv istəyibdir 6-da. Mübtədalar eyni olmaz. Birinci şərtimiz. Sonra baxırıq grow cümlənin xəbərinə. İndiki zaman məchul növü əmizar participle to. D variantında əmizar yoxdur. E variantında əmizardan sonra bin gəlməz. A qalır, C qalır. Əgər mənə verdiyi bu məlum cümlədə mən ing görmürəmsə, variantda yazmayacağım. Yəni bu cümlə davam edici deyil ki, mən being verim, davam edici olsun. Olur cavabım C variantı. 7-də we expected him, expect 3-cü qrupdur. Expect 3-cü qrupdur. Özündən sonra feili to ilə istəyir, olacaq A variantı. Full ilə düzələn adjektivlər, deməli, baxaq bir göz gəzdirək. Dangerous. Görürsünüz, bildiyiniz sözdür, çox işlənən, təhlükəli deməkdir. C və E variantı getdi. Sonra baxın görək. Valuable, dəyərli deməkdir. Deməli 6-da getdi. Qaldıq biz 4-lü. Olacaq cavabımız 1, 3, 4. Fruitful, doubtful, painful. Getdik 9-cu testdən. Nöqtələrdən sonra scissors gəlib qayçı cəmdədir. 4 hərfli olan distətləri çıxıram. İkinci tərəfdə scissors qayçı cəmdə olduğuna görə xəbərim cəmdə olmalıdır. Cəm xəbərlərimdə are, were, have, do, fail A variantı olacaqdır. 10-cu testdə modal. Biz deyirik ki, modalın birinci şərti to və to-suz işlənməsinə baxıram. A variantı can-dan sonra to işlənməz. D variantı may-dən sonra to işlənməz. B variantı must-dan sonra. C variantı should-dan sonra to işlənməz. Qalır cavabım E variantı. İndi gəlirik 11-ci testdən. He was the best candidate, he didn't win elections. Deməli, namizəd imiş, ən yaxşı namizəd bu tərəf plusdur, müsbət fikirdir. Didn't win, qalib gəlmədi, qazanmadı, burada mənfidir. Bir tərəfdə müsbət fikir veribdir, digər tərəfdə mənfi fikir verib. Bir tərəf mənfi, bir tərəf müsbət. Yəni bu cümlələr arasında ziddiyyət var. Ziddiyyət bağlayıcısı do, oldu, baxmayaraq deməkdir. 1 və 4 olacaq D variantı. 12-də mübtəda xəbər uzlaşmasıdır. Story performance 2 isim yanaşı gəlibdir. İkinciyə baxıram. Performance S-lə bitib, cəmlənibdir. Cəm xəbər olacaq, 3 və 4 olacaqdır. D variantı. 13 kəmiyyətdir. Ink mürəkkəb Chernel, qələmin içində olan Cherneldir. Sayılmayandır və nöqtədən əvvəldə veri var. Veridən sonra artikel olmaz. So to veridən sonra artikel gəlmir. Ink də mürəkkəb sayılmayandır. B variantı olacaqdır. 14-də possessive lazımdır. Lemon's exam, Lemanın imtahanı 1-i götürdüm. The bakers, böyük hərfləndir. D artiklı var, S apostrof olmalıdır. 2-lərim səhvdir. Apostrofdan sonra qot gəlibdir, yəlik deyil. 3-lərim səhvdir. Journalist question, shocked
Görürsüz, xəbərim var. Question da isimdir deməli. Burada 1-4 C variantı. Solnayzə qaydasıdır. Cümləm təsdiqdir. Təsdiqə təsdiq verəcəm. B-də Ayzer, D-də Ayzer getdi, E-də Nayzer. Did və does qalıb. The trip to İstanbul mənim mübtədamdır. Cost da xəbərimdir. Mübtədam söz önü ilə bağlanıb. Söz önündən əvvələ baxıram, trip təkdədir. Əgər mənim cümləm indiki zamanda olsaydı, costun axırında s olardı. Deməli, keçmiş zamandır. Bilirik ki, cost qaydasızdır. Cost şəklində qalır. Deməli, keçmişdirsə A variantı olacaqdır. 16-da interrogativ deyibdir. Sual sözü gəldi. Sual sözü. Sual sözündən sonra köməkçi gəlməlidir. Heç bir halda sual sözündən sonra mübtəda gəlməz. B və D variantı çıxdı. Köməkçidən sonra mübtəda gəlməlidir. E variantında xəbər gəlibdir. Deməli, A və C variantı qaldı. Didlə sual verəndə feil qayıtmalıdır başlanğıca. Olur cavabım A variantı. Ümumiyyətlə, do, does, diddən sonra feil birinci formada gələcəkdir. Feil birinci formada.